Müdafiə Nazirliyi bildirib ki, bugün İran İslam Respublikası Silahlı Qüvvələri Naxçıvana hücum üçün 4 pilotsuz uçuş aparatı göndərib. Nazirlik qeyd edir ki, bu dronlardan biri Azərbaycan ordusu tərəfindən vurularaq sıradan çıxarılıb. Digərləri isə mülki obyektləri, o cümlədən dərs vaxtı orta məktəb binasını hədəf alıb. Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhəddindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Bu qərar Naxçıvana hücumla əlaqəli qəbul edilib. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb. Hava limanının terminal binasına ziyan dəyib. Donald Trump İranın gələcək rəhbərliyi ilə bağlı açıqlama verərək ali lider Əli Xameneyinin oğlu Moçtaba Xameneyinin mümkün namizədliyinin onun üçün qəbul edilməz olduğunu bildirib. ABŞ prezidenti həmçinin İranın gələcək rəhbərinin müəyyənləşdirilməsi prosesində Vaşinqtonun da iştirak etməli olduğunu bildirib.